həqiqətən daş düşsün ölkənin təpəsinə ki, onun prezidentin gecə vaxtı uğrayırlar, heç kimdə bir dınqa da çıxmır. Azərbaycan şəxsiyyətinə salam və son günlər ərzində bizim üçün çox maraqlı olan bir hadisə, söhbət Maduro'nun oğurlanmasından gedir. İndi biri deyəcək oğurlanıb, biri deyəcək nə bilim əsir götürüblər, biri nəsə deyəcək, fərqi yoxdur. Maraqlıdır, maraqlıdır. Tutublar, içəridədir, içəridədir. Niyyəsini qoyuram bir kənara, oyun da oyun deyil. Bunu da qoyuram ikinci bir kənara, üçüncü məqam. Bax, bu məsələnin hərbi tərəfi. Bəli, Maduro Amerika üçün qətiyyən sərfəli bir adam deyil. İqtisadi tərəflərini də qoyuram bir kənara. Ən maraqlısı olan burada bizim üçün sırf hərbi aspektdir ki, Amerika necə oldu ki, gecə vaxtı durdu kişini arvadı ilə bir yerdə götürdü, apardı. Necə oldu? Nə baş verdi? Deyəcəksə satılıb və s. və ilaxır, bəli futbol da satılır, bəli hər şey satılır, o cümlədən əməliyyatlar da satılır, okey. Amma yenə də fakt əməliyyat olub. Bir balaca xırdalayaq. Neçə aydır ki, Amerika Maduronu izləyirdi. Dağılan sözü olmasın, girirdi onu. Və burada yerüstü əməliyyatlar, yerüstü kəşfiyyat, hava kəşfiyyatı, plus peyk kəşfiyyatı, bütün bunların hamısı işləyirdi. Və sonradan belə qərara gəldilər ki, vaxt məqamdır, gəlib, yetişib, işini götürmək lazımdır. Necə götürək? Əməliyyat planlaşdırılır. Ən birincisi, Amerikanın Gerald Ford aviadaşıyıcısından tutmuş, Arleigh Burke tipli gəmilərindən tutmuş, Iwo Jima vertolyot daşıyıcısına qədər bu əməliyyata cəlb olundu və bu əməliyyatda F-35A stealth təyyarələri, EA-18G təyyarələri, Super Hornetlərdən söhbət gedir. 160-cı polkalara gecə ovçuları da deyirlər. Osprey, vertolyot, samolyot gibridi, Black Hawk'lar, helikopterlərdən söhbət gedir. Chinook'lar, bir sözlə Reaper'lər, bir sözlə bütün texnoloji nöqteyi nəzərdən nə vacib onların hamısı əməliyyata cəlb olunmuşdu və gecə saatlarında artıq ilk olaraq konkret Venezuelanın silahlı qüvvələrinə qarşı radioelektron mübarizə başladı. İlkin olaraq EA-18'lər havaya qalxır və onlar Reaper'lərlə bir yerdə, o dronlarla bir yerdə Venezuelanın hava hücumundan müdafiə sistemini tamamilə kör edirlər. Təbii ki, orada radioelektron mübarizədə nə olduğunu çox yaxşı bilirsiniz və başlayır zərbələr endirməyə. Zərbələri kim endirir? F-35A-lar, stealth texnologiyalı təyyarələr. Zərbələri hara endirir? Hava hücumundan müdafiə sistemlərdən. Və hətta orada videolarda da baxanda görmək mümkündür ki, Venezuelanın vaxtı ikən Rusiyadan aldığı və bəhbəhlə istifadə eləmək istədiyi Buk M2E hava hücumundan müdafiə sistemləri yandırılıb. 5000 ədəd daşınan zenit raket kompleksi İGLAES-lərdən söhbət gedir. Birindən də atəş açılmayıb, 5000 ədəd alba. Su-30 MK qırıcıları biri də havaya qalxmayıb, radar sistemləri kör, heç nəyi görməyiblər. Nəticədə təbii ki, həmin helikopterlər artıq Maduro'nun olduğu ərazinin üstündə asılı vəziyyətdə dayanmaq imkanına malikdir. Dəhşətli bir şeydir bu. Yadınıza salaq bir balaca başqa bir şey. Tarixə baxaq, 80-ci ildə Prezident Jimmy Carter'in dövründə İranda belə bir əməliyyat həyata keçirməyə çalışırdı. Çünki 79-cu ildə Amerika səfirliyinin əməkdaşları İranda saxlanılırdı. Belə olan halda elə həmin bu tip əməliyyat hazırlanır. Qartal caynağı idi həmin əməliyyatın adı. Amma o əməliyyat alınmış. Niyə? Amerikalıların özlərinin texnoloji cəhətdən problemləri yaranır. Əvvəlcə yanacaq dolduran təyyarə qəzaya uğrayır, 7 helikopter qəzaya uğrayır, 7 nəfər həlak olur. Amerikalı xüsusi təyinatlar, Rangerlərdən söhbət gedir və Amerikalılar geri qayıdırlar. Əl ətəklərindən uzun. Amma bu dəfə əməliyyat alındı və bu dəfə hətta əməliyyat o dərəcədə təmiz alındı ki, adi xüsusi təyinatların gördüklərini Donald Trump öz kabinetində otura görə bilirdi. Çox maraqlı, mürəkkəb, eyni zamanda vacib bir əməliyyat variantı idi. Və bu variantda və bu əməliyyatda üstünlüyü təbii ki, yalnız və yalnız Amerika texnologiyalarına vermək olar. Əgər döyüşünü gördüyünü prezident öz aval otağında oturub görürsə, deməli artıq burada texnologiya öz sözünü deyir. Helikopterlər gəlir, asılır və 160-cı polkun, gecə ovçuları adlanan həmin o polkun eskadriyası və əməliyyatı cəlb olunur. Desantı yerə tökürlər. Desant yeri gəlmişən Delta Force xüsusi təyinatları və FBI, Federal Tədqiqat Bürosunun girovlara azad edilməsi üzrə xüsusi komandası var. Bu iki komandanın iştirakı ilə həyata keçirilir, yerüstü əməliyyat. Atışma gedir və burada 32 nəfər Kubalı ölür. Bax, elə burada deyiblər ki, bil həqqi əmduri duri bəsdir. Yəni, sən Kuba olaraq başvu hara gəldi, soxma. Kubalı orada niyə ölməlidir?
Maraqlıdır, maraqlıdır. Kubalılar bəli deyir 32 nəfərimiz ölüb. Amma kim ölüb, o barədə heç nə demirlər. Aydın məsələdir ki, orada idman müəllimi deyildi. Aydın məsələdir ki, o santexnik deyildi. Bu Kubanın xüsusi təyinatları idi ki, onlar Maduronu qorumalı idi. Amma Amerika Delta Force çox peşəkar cəhətdən işləyir. Bir nəfər itki vermədən 32 nəfərə qırır, Maduronu və onun arvadını oğrayır. Elə yerüstü geri çəkilir, yenə də Chinook vertolyotları yerə enir, onlar borta qaldırılır və vertolyotlar çıxır gedir. İtki 0. Əməliyyatda itki 0. Bu bəlkə də Amerikanın keçirdiyi ən ideal əməliyyatlardan biri idi. Bax, texniki nöqteyi nəzərdən güclü olmaq bu deməkdir. Təbii ki, bu Maduron bu oğurlanmasından sonra dərhal başladılar ki, hansı başqa bir ölkələrin də prezidentlərini belə götürmək olar. Məsələn, söhbət Putinlə gedirdi, söhbət Xamneydən gedirdi, söhbət Kolumbiyanın prezidentindən gedirdi. Birincisi, bu nağıldan başqa bir şey deyil. Putini götürmək mümkün deyil belə əməliyyatla. Səbəbin mən sizə deyim. Elementar xəritəyə baxanda Karakas şəhərinin harada olduğunu görsəz dərhal başa düşərsiniz. Karakas çox yaxındır dənizə və onun dənizə yaxın olması təbii ki, Amerika dəniz donanmasına elə burada dayanıb, lövbər atıb dayanıb, döyüşə hazır vəziyyətdə helikopterlərini qaldırıb Fort Siuna kompleksinə vertolyotlarla gəlib əməliyyata həyata keçirmək imkanı verir. Rusiyada bu mümkün deyil. Rusiyanın hava hücumundan müdafiəsində bu dəqiqədə gözləyir ki, bir dənə ağac qanad qalxsın, onu vurun. İranın, bəli, son 12 günlük müharibədə İranın hava hücumundan müdafiə sistemi dağıdılıb, amma bu demək deyil ki, Xameneyini belə götürmək olar. Mümkün deyil. Reallığa baxaq da və bəlkə də lazım da deyil. Kolumbiyanın prezidenti kimin neyinə lazımdır? Onlar bu dəqiqə öz aləmlərində və sözün əsl mənasında öz keyflərində, kayıflarındadırlar bunlar. Donald Trump bu əməliyyatla sübut elədi ki, artıq kim güclüdürsə, həqiqət onun arxasındadır. Qol gücündən söhbət gedə bilər, siyasi gücdən söhbət gedə bilər, ordu gücündən söhbət gedə bilər, sözün gücündən söhbət gedə bilər. Və bu artıq hər kəsə şamil olur ki, vəssalam, bitdi, qutardı da, danışıqlar. Mən kimisə bəyanat verim və deyim ki, bu çox pis adamdır. Getdi bunların hamısı. Bu səhifəyə abunə olmaq lazımdır. Çünki hər dəfə nə baş verirsə, onu mütləq sizin diqqətinizə çatdırırıq və bütün bunların hamısından xəbərdar olmaq niyyətiniz varsa, İlqar Mikayıloğlu səhifəsinə abunə olun, baxın, nəticə çıxardaq. Amma güclü olmaq lazımdır. Yenə deyirəm, qol gücü də artıq olmalıdır. Başqa variant yoxdur da. Bu dəfə sual verməyəcəm. Hərçədə ki, qəşəng bir sualım var. Onu saxlayıram gələn dəfəyə. Amma gələn buraxılışa yenə də maraqlı bir sualı sizə verəcəm. Və salam. Salamat qalın. Əsası odur.